Mən elə düşünürəm ki, ən dəyərli ailələrin birində dünyaya gəlmişəm. Nə gözəl ki, atam mənim atam olub, anam mənim anam olub. Elə bir ailədə böyümüşəm ki, oxumaq mənim üçün ən müqəddəs bir and kimi olub. Mənim atam həmişə qış gecələrində istəyirdi ki, biz oxuyaq, o dinləsin. Atamın gözləri zəifləmişdi. Kim sürətli oxuyursa, onu daha çox istəyirdi. Mənim də dinləmək daha çox xoşuma gəlirdi ki, hamı oxusun, mən dinləyim. Düşünürəm ki, elə o vaxtdan mənim bilgiyə, oxumağa, öyrənməyə həvəsim çox olub. Bugün də belə bir şey olur mənim həyatımda. Bir şeyi düşünürəm ki, bunu mən icad etdim, mənim ağlıma gəldi. Sonra hansısa bir kitabda, hansısa bir yerdə mənim qarşıma çıxır. Deyirəm ki, yəqin uşaqlıqdan eşitdiyim nağıllardan mənim bilinci altımda qalıb və bugün onları mən hardansa bilirəm kimi mənə gəlir. Mən 20 yaşında əslində atamı itirmişəm, amma bugünə qədər elə bilirəm ki, atam həmişə yanımdadır. Deyirdi ki, mənim qızım səhv etməz. Səhv etməmək mümkün deyil bu həyatda. Səhvlərimiz bizim əslində düzə çıxan pillələrimizdir. Səhvləri keçib gəlib düzə çatırıq. Bəlkə də ailəmizdən çox səhv edən mənəm. Yəni biz 14 bacı qardaşıq. İçərisində bəlkə ən çox səhv edən mənəm, amma mən səhvlərimlə özümü sevirəm. Məsələn, bu səhvə görə mən üzüləcəm 3 gün. Bu səhvə görə mən üzüləcəm bəlkə 3 ay. Və o vaxt bitdisə, artıq mən o səhvə görə üzülmürəm. Və fikirləşirəm ki, bütün səhvlərimdən necə başarı ilə çıxıram, özümə söykənirəm. Başqa bir şey düşünmürəm. Heç vaxt yazaram, nə isə bir qələmə alaram düşüncəsində olmamışdım. Bir gün evimizdən bir malımız itmişdi. Atamla onu axtarmağa getmişdik. 4 yaşım olardı bəlkə də mənim. Armud ağacının kölgəsində atam məni qoydu, armudu silkələdi ki, mən gələnə qədər bunlara topla. Mən o vaxta qədər gələcəm. Üstündən bir 15 il, 16 il keçəndən sonra mən həmən armudun dibinə getdim. Oturdum, nəsə danışırdım da atamla. O bir yeri ağacın ucu ilə belə başladım eşməyə. Sonra o torpağı qabartdığım üçün torpağa hayfım gəldi. Bağrını qanadıram sanki. Və orada bir yazı gəldi ağlıma. Bütün o kitaba yazdıqlarım, düşüncələr hamısı mənə orada gəldi. Elə bir oradan başladı yadımda. Mən düşünürəm ki, biz insan olaraq qorxduqlarımızı yaşayırıq və qınadıqlarımızı yaşayırıq. Özümüzün və valideynlərimizin. Bəzi hadisələri yadıma salıram ki, anamın nəsə bir ifadəsi var idi, özümün kimlərəsə nəsə bir ifadəm var idi. Bir müddət keçəndən sonra bütün onların sanki mənim həyatıma töküldüyünü hiss etdim. Qınadıqlarım və ya bəyənmədiklərim mənim həyatıma tökülür sürətlə. Kitabım da ondan ibarətdir ki, İçimizdəki səsi susturaq, gözəl sözlər danışaq. Kimin səhvi, kimin düzü və onları qınamaq həddimiz olmasın da bir insan olaraq və o bir oyarıdır sanki bütün insanlığa ki, içimizdəki səsə, içimizdəki dünyaya yolçuluq edək. Təkcə özümüzlə məşğul olaq. Özümüzlə məşğul olduğumuz andan bizdə inkişaf başlayır. Fərq yoxdur, haranı bitirmisən, heç bitirməmisən, heç ali təhsilin varmı, yoxmu? Bunun inkişaf üçün, bilgi üçün heç bir önəmi yoxdur. Üçüncü kitabım Mələklərin həyatımızda rolu bu mütləqdir. Yəni hər bir kəs bilməlidir ki, kimi adını mələk deyir, kimi özünün ruhu deyir, kimi məni qoruyan ağlım deyir, güvəncim deyir. O yazımda ondan başladı ki, keçmişə qayıdıb qəmlərimizlə bərabər bugün arzularımızı niyyət ediriksə, heç zaman o arzumuz arzu kimi bizim qarşımıza çıxa bilməz. Çünki ona qəmi qatdıq. Yəni keçmişdən qəmi düşünürük bugün, burada və gələcəyə arzu edirik bugün burada. Mütləqdir ki, bu qəm gələcək arzumuza qatılır burada və arzularımız da o qəmdən keçir, yol alır. Hər birinin beynimdə yəni bir əsası var, sonra o kitabı yazmağa başlamışam. Körpəlikdən əslində mən dediyim kimi ailənin 14-cü uşağıyam. Uşaqları çox sevirdim. Görünür, çox sevdiyim üçün də bugün uşaqlarla məşğulam və uşaqlarla işləmək daha rahatdır. Heç kimə məsləhət etmədən, özümə söykənərək özüm kiraya çıxdım, yaşadığım evi bağça etdim. O mənim ilk bağçam oldu. Ondan sonra mən 14 bağça açdım.
Bütün uşaqlar mənim doğma balam qədər əzizdirlər mənə. Çox sevirəm uşaqları. Hər birinin deyək ki, narahatçılığı məni narahat edir. Qrupda gedib uşaqlarla məşğul olmuram. Amma ilk işimiz belə oldu ki, evimi bağça edərkən bacımla başladıq bu işə. Mən həm orada müəllimə işləyirdim, həm daya işləyirdim, bacım pover işləyirdi, xadimə işləyirdik. Biz eləcə ikimiz bir 28 uşaq yığdıq bir həftənin içərisində. Sonra bir ayın içərisində o bağça tamamilə uşaqla 80 uşaq oldu. Keçdik onun böyründə birini açdıq. 5 ilə biz 5 bağça açdıq. Bugün valideynlərimiz nə istəyir bizdən? Valideynlər hamısı gəlir ki, mənim uşağım ərköyündür, mənim uşağımla xüsusi məşğul olun. Valideyn üçün o uşaq başqa uşaqdan daha fərqlidir. Mən özümü xatırlayıram. Mən 1-ci sinifdə uşaqlarımın məktəbinə gedəndə bütün uşaqların uğruna sevinirdim. Valideynlərdə onu görmürəm. Valideynlər istəyirlər ki, bütün bağça hiss etsin ki, bunların uşağı ərköyündür. Biz o uşaq üçün əsrik, siz də əsir. Valideyn gəlir ki, mənim uşağım sulu yemək yemir, verməyin. Mənim uşağım tutaq ki, bunu istəmir, etməyin. Məndə elə deyil. Bir nizam var və bu nizamla gedirik. Bugün yemir, sabah yeyəcək. Amma bugün onu sevdirməyə başlayırıq. Mən özüm proqram yazıram, əylənərək öyrənək. Mən çox bilgini dediyim kimi valideynlərim dinləyərkən öyrəndim. Əylənərək öyrənək də eyni elə bir bilgidir. Yəni müəllimə əylənir, danışır, uşaq istəsə də onun bilinçaltı eşidir, istəməsə də, bugün cavab verməsə də bir neçə vaxtdan sonra verəcək. Amma valideynlər orada bizi narahat edir. Mən istəmirəm, mənim uşağım oyuncaqla oynasın, mənim uşağıma dərs keçirilməsin, hələ tezdir. Deyir 7 yaşına qədər nəsən 70 yaşına qədər olsa. Mən ona çox inanıram da. Uşaqların dinlədiyi hər nəyi. Ola bilər uşaq bizə geri dönmür. Yəni uşaqların eşitdiyi beyinlərində qurduqları rəflərdir. O rəflərdə hər şey var. Nə vaxt onlara lazım olursa o gəlir oturur yerində. Ona görə də uşaqlara biz boş zaman, boş vaxt qoymuruq. Musiqi var, şahmat var, ingilis dili var, rus dili var, deyək ki, psixoloqumuz var, loqopedimiz var. Hamısından da yararlanırlar və mən onları hansı uşağa ehtiyac varsa ona yönəldirəm. Mənim valideynlərdən istəyim budur ki, valideynlər uşaqlarını bizə həvalə etsinlər. Təsəvvür uşağı bağçada qoyur, gedir və dəqiqə-bə-dəqiqə uşağı kamerada izləyir. Düşünürəm ki, bugün 25-30 yaşına qədər analarla bəlkə bir ayrı proqramla məşğul olmaq lazımdır. İnanırsınız, seminar təşkil etdim ki, valideynlər gəlsin. Maraqlanan yəni çox az valideynlər oldu. Onlar hər şeyi bilirik sanırlar. Deyirəm ki, biz əkmişik də bu buğdanı, gözləyin, sümbül çıxacaq. Gəlir valideyn, hər gün torpağı dəbərdir. Eşidir. Görüm düzərirmi, suyu varmı, su vermisinizmi? Və sonra da deyir ki, niyə belə oldu? Siz bizə zaman verin, vaxt verin ki, yəni valideynlərimizə mənə elə gəlir ki, maarifləndirməyə çox ehtiyac var. Mən qida məsələsinə çox üstünlük verirəm. O qədər faydalı keçib baxa bilərsiniz bizim menularımıza. Meyvələr haqqında yazmışam. Nağıllar da özümündür burada tədris etdiyimiz nağıllar. Meyvələrlə orqanların söhbəti. Bütün o meyvələri uşaqlar sevir. Bizdə elə uşaq yoxdur ki, meyvə sevməz. Hamısı sevir, çünki meyvələrlə söhbət edirlər. Hamısının nağılı var. Bütün orqanlara meyvələrinin nağıllarımız var. Uşaq psixologiyasını bağça dəyişir. Yəni 100% ki, uşaq müəlliməsinin xarakterini götürür. Səliqəli müəllimə varsa, inanın ki, uşaq psixologiyasına onun səliqəsi eynən hopur. Yəni o müəllimə necə dəftərlə rəftar edir, kitabla rəftar edir. Uşaq baxır ki, mənim müəlliməm çoxlu nağıllar oxuyur. Uşaq nağılları sevməyə başlayır. Baxır ki, lövhədə çox işləyir. Uşaq yazmağı daha çox sevir. Müəllimələrin xarakteri uşaqlara keçir. O 100% elədir. Gəlir bura uşaq ağlayır ki, mən ana ilə qayıtmaq istəyirəm. Ana deyir, gedim sənə nə alım, gəlim. Uşağın istədiyi bir deyə şirniyyat adı deyir. Amma gedir, gəlmir. Uşaq da gözləyir, ana gəlmir. Mən hər zaman bunu deyirəm. Yəni, əgər uşağa deyirsənsə, bu səhvi etmə, səni cəzalandıraram, cəza ver uşağa. Ya da demə o sözü. Deyirsənsə, uşaq sənin net olduğunu bilməlidir. Burada valideyn gedir, uşaq gözləyir, gəlmir. Sabah da evdə də valideyn bir söz deyəndə, artıq o valideynin sözü uşaq üçün adiləşir. Və orada uşağın xarakterinə biz bilmədən zədə vurmuş oluruq.
məndə dəyərli sözlər var. Onu da yəni özüm istəmişəm. Çünki öz həyatıma o qədər gözəl təsir edib. Mən özümün sınamadığım bir şeyi uşaqlara vermək istəmirəm. Biz Azərbaycan himnindən sonra hər gün uşaqlarla deyirik ki, mən şanslıyam, mən dəyərliyəm, mən atamı çox istəyirəm, atam məni çox istəyir ilk deyirəm. Çünki biz birinci özümüzü istəməliyik ki, mən özümü çox sevirəm, atam məni çox sevir, mən də atamı çox sevirəm. Yağışlı havada yağışı sevirəm, qarlı havada qarı sevirəm. Yəni o barışıq olsun da, özləri də bilmədən onu təkrar edəndə bədənlə o soyuq arasında bir barışıq olur. Uşaqlar, biz himnimizi ifa etdikdən sonra meditasiya vaxtımız olur, dəyərli sözlərimizi deyirik. Mən ağıllıyam, mən ağıllıyam, mən bağçamı sevirəm, mən bağçamı sevirəm. Mən hamını sevirəm, Mən hamını sevirəm, hamı da məni sevir. hamı da məni sevir. Uşaqlarımız bugün istəmədiyimi deməlidir, istəmirəm. İstədiyimi deməlidir, istəyirəm. Uşaq evi təmsil edir, ailəni təmsil edir. Və biraz sonra da, məsələn, 5 il bağçaya gələn uşaq artıq bağçanı təmsil edir. Biz bağçada nə vermişiksə, onu özünə göstərir. Tədrisimiz Təhsil Nazirliyinin verdiyi tədris də bizdədir, biz ondan istifadə edirik. Yalnız orada nağıllar az olduğu üçün, məndə şeirlər də var, nağıllar da var, atalar sözləri də var. Biz bu həftə bu nağılı keçirik, sonra gələn həftə o nağılı səhnələşdiririk. Bu nağılı keçərkən bəlkə bir o qədər yadında qalmır. Meyvələrin söhbəti var, məsələn, mənim bir nağılım var. Uşaqların hamısı o səhnəyə girəndə yadlarında qalır. Qoz orada deyir ki, beynəm faydalı mənəm. Arı gəlir, deyir ki, mən də su yeyirəm, amma bal verirəm. İlan da uşaqlar su içir, amma o zəhər verir. Uşaqlarda bir aydınlanma yaranır və həm də öz bədənlərindəki hansı orqana, hansı meyvə faydalıdır, onu bilirlər. Bəzi uşaqlarımız var, evdə tutaq ki, anaları öskürür. Deyir ki, ana, müəllimə demişdim, heyva qaynat, heyvanın suyunu iç. Yəni, o qədər faydası olur. Artıq onlar bilirlər ki, belədir. Bizim yazdığımız proqram uşaqları dil açmağa məcbur edir. Danışmaq istəyirlər uşaqlar. Hər biri bir səhnəni alanda istəyirlər orada danışsınlar. Daha maraqlı olur. Və onda da əylənərək, öyrənək tamamilə ortaya çıxır. Bu mənim şəxsi fikrimdir. Deyirəm ki, müəllimə öyrənməklə olunmur. Müəllimə doğulursan. Doğulanda ya bu uşağa sevgi var səndə, ya da uşaq sevgisi yoxdur səndə. Biz uşaqlara şərtsiz sevgi verməliyik. Bunu verən müəllimələr seçirəm. Maaşım nə qədərdir, neçə saat orada işləyirəm, nə edirəm, yox. Şərtsiz sevgi verə bilməyən zaten yorulur, çıxır. Məni xoşbəxt edən nədir? Bizə balaca uşaq gəlir. Hər gün biraz böyüyür gözümüzün qabağında, hər gün biraz böyüyür. Sonra bizdən gedir. Yəni, hər dəfə uşaqlar deyir ki, biz son zəngi keçirəndə mən ağlayıram. Çünki elə uşaqlarımız gedir, uşaqlar üçün adam darıxır ki, bu uşaqları yetişdirdiyi gedirlər. Bir Şaxta Baba nağılı yazmışdım ki, bütün planetlərdən keçir, nə gətirir? Hər planetdən bir duyğu alır. Nağılda belə yazmışam. Fikirləşirəm ki, kaş mənə Allah o imkanı versin ki, o planetləri uşaqlar üçün burada yaradaq və uşağı o planetin içinə salaq. Planetlərdə səsi gələn planet var, isti planet var, soyuq planet var. Bunları uşaq yaxından hiss etsin. Uşaqlar üçün yazmışam sualtı heyvanların söhbəti. Sualtı heyvanların söhbətini oxuyur müəllimə, uşaq bilmir. Belə böyük bir yer olar, onları uşaq girib yaxından izləyə. Yazmışam, amma sadəcə nağılda qalıb. Çox istərdim yazdığımız nağıllar çapa getsin. Bir-iki nəşriyyata yaxınlaşdım ki, bu nağıllarımızı uşaqlar toxunanda hiss etsinlər. Var bugün Azərbaycanda elə nağıllar toxunanda hiss edirlər. O belə bir vəsaitdir. Nağıllarımızı elə yazırıq, kompüterdən çıxarırıq, tədris kimi, vəsait kimi veririk, istifadə edirlər. Və dediyim kimi, o arzu etdiyim, deyək ki, o planetləri hiss etmək üçün, uşaqlar dənizaltı heyvanlarını hiss etmək üçün, bizdə burada çox geniş ərazi var. Yalnız onu həyata keçirmək üçün maddiyyatımız yoxdur. Çox arzu edərdim ki, Təhsil Naziri, bilmirəm, yəni hansı aidiyyatı orqanlar varsa, burada bizə dəstək olsunlar ki, arzudur da onlar mənim beynimdə, xəyalımda. Bu 17 ildə uşaqlar üçün nəyi arzu etmişəmsə o həyata keçib. Ümid edirəm ki, bu da həyata keçəcək. Mən əvvəllər düşünürdüm ki, bu yaşdan sonra artıq işləmərəm, bunu edərəm. Amma uşaqları o qədər sevirəm ki, düşünürəm ki, 5 ildən sonra
İlk öncə o arzu etdiklərimi həyata keçirəcəm. Yəni Allahın bir yol açacaq hardansa mən onları edəcəm. Bu gün izinə düşdüyüm özüm var ki, o özümü tam kəşf etmək istəyirəm. Yəni özünü bilən dünyanı bilər. O özümü tam olaraq kəşf edib, yəni gəliş səbəbimi, dünyada niyə varam? Əslində onu bilirəm, mən bu dünyaya xidmət etmək üçün sanki yaranmışam. Onu sevirəm də, yəni xidmət etməyi. Yəni fikirləşirəm 5 ildən sonra proqramlarım daha mükəmməl formada bütün bağçalara yayılacaq və hər kəs ondan istifadə edəcək. Artıq uşaqlar biləcək ki, sual verilir uşaqlara, atanı çox istəyirsən ananı. 5 ildən sonra məncə bu bizim əzbərlədiyimiz bir şey olacaq. Uşaq özünü sevmirsə, nə atanı sevə bilməz, nə ananı. Yəni, ilk öncə özünü sevməlidir. Bunları yəni 5 ilə düşünürəm ki, yazıb bütün tədrislərə vermiş olacaq. Mənim 4 yaşım olardı. 2 qardaşım məndən böyüdülər. Bir yerdə oturmuşduq, kitab oxuyurduq. Qardaşım oxudu ki, Azərbaycan. Mən hirsləndim. Dedim, niyə belə oxursan Azərbaycan? Denən Azərbaycan. İkisi də oxumağıma güldülər. Atam da məni çox istəyirdi. Atam qardaşlarımın ikisini də evdən çıxartdı. Bəs niyə güldünüz də? Mən də ağladım. Görürsən ata, mənə gülürlər. Mən vətənimi çox sevirəm. Canımla, qanımla xidmət edirəm. Belə düşünürəm. İşğaldan azad oldu torpaqlarımız. 4 il mən bir bağçamı pulsuz işlətdim. Və hər birimizin həyat fəlsəfəsi vətənimizi sevmək olmalıdır. Bir bayrağı mən əlimdə tutanda dünyanın ən böyük işlərini icad edib bitirmiş bir adama dönürəm. Yəni birinci təbii ki, vətəni sevmək, sonra da o sevgini uşaqlara aşılamaq.